Potensialınız var, savadınız var, amma iclasda əlini qaldırmağa qorxursan. Sizin yerinizə isə sizdən daha az bilən, amma daha cəsarətli olan qərar verir. Kimsə sizə baxanda üzünüz qızarır, ürəyinizin döyüntüsü sanki qulaqlarınıza qədər gəlib çatır. Müdürünüzün qarşısında durub öz haqqınızı tələb etməyə cəsarətiniz çatır. Sənin haqqın olan vəzifəyə sən yox, sözünü deməyi bacaran rəqibin keçmiş olur. Və sonra isə özünü günahlandırırsan, mən bacarmadım deyə özünü içdən-içə yeməyə başlayırsan. Əgər bu halları yaşayırsansa, demək ki, hətta dostların çöldə əylənəndə sən evdə qısılmış olaraq bir otağın içərisindəsən. Evdə tək qalmaqdan xoşun gəlməsə də, evdə qalmaq üçün məcburi səbəblərin olduğunu düşünürsən. Bu, sosial fobiyadır. Sosial fobiya isə sənin gücünü oğurlayan gücsüzlük. Sənin susqunluğun dünyanı xilas etmir. Sadəcə səni öz kiçik dünyanda baskı altında saxlayır. Göz təması qurmaqdan qaçmaq, insanlardan gizlənmək sənin üçün təhlükəsiz mühit yaratmır. Əksinə səni yalnız edir və yalnızlıq sosial fobiyadan daha ağrılı olur. Bütün məsələlərin həlli isə yalnız psixoterapiya ilə mümkündür. Terapiyalara yazılaraq sosial fobiyandan bir dəfəlik azad olunaraq həyatda lazım olan mövqeyə çata bilərsən.